Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər, əziz CBC Sport tamaşaçıları. Misli Premier Liqasında həyəcan davam edir. 18-ci turun daha bir oyununa Yevlax şəhər stadionu ev sahibliği edir. Kəpəz nominal meydan sahibi olduğu görüşdə Şamaxı ilə qarşılaşır. İki bölgə təmsilçisinin dueli Sürprizlər kanalının efirində sizə təqdim olunur. Şamaxı 2026-cı ilə ağır məğlubiyyətlə başladı onlar. Keçən turda Qəbələyə uduzdular 4 cavabsız qolla. Şamaxıdan fərqli olaraq Kəpəzdə isə əhval-ruhiyyə yüksək səviyyədədir. Çünki ölkəmizi Çempionlar Liqasında uğurla təmsil edən Qarabağı büdrətməyə bacardılar. 17-ci turda Kəpəz Qarabağı 2-0 məğlub etdi və həmin o yüksək əhval-ruhiyyədə bugün daha bir qələbə imza atmaq istəyir Gəncə klubu. Şamaxı isə Qəbələ ilə görüşdəki ağır məğlubiyyəti unutturmağa çalışacaq azarkeşlərinə. Kəpəz Şamaxı maçı başladı. Hər iki tərəfə uğurlar arzulayırıq. Oyunun şərhçisi Nurlan Valihoğludur. Oruc Məmmədov. Oruc irəlilədi, ötürmə etdi. Çevrilir zərbə. Top düz Yusuf İmanovun üzərinə gəlir. Kerim Rossi idi zərbə indirən. İlk dəqiqələrdən etibarən hücumda fəallıq göstərən Şamaxıdır. Rüfət hücumda iştirak edir. Cərimə meydançasına ötürmə edilir, amma Kəpəz futbolçuları riskli oynayırlar. Uzaqdan zərbə və top qapıda. Şamaxı hesab açır. 1-0. Arsen Ağcabəyov hücuma qoşuldu və Şamaxını önə çıxarır. 13-cü dəqiqə başlayarkən hesab açıldı. 12-ci dəqiqənin tamamlandığı anda Arsen Ağcabəyov qolun müəllifi olur. Riskli oyun olduğunu qeyd etmişdi. Ayağa sürüşsə də Arsen Ağcabəyovun topu qapıya göndərməyə fürsət tapır. Arsen Ağcabəyov cari mövsüm Şamaxı forması ilə ilk qolunu vurur çempionatda. Yoxsa bu Veysel Rızayevdir. Veysel bu hücum davam edir. Veysel başla zərbə indirə bilmədi. Dabanla zərbə top qapıdan aralı keçir. Son zərbəni indirən Ehtiram Şahverdiyevidir. Top Kəpəz komandasında. Rio Hori sürətlənir Rio. Cərimə meydançasına yaxınlaşdı. Rio sağına aldı. Rio top qapıdan aralı keçir. Rio Hori uzaq küncü nişan aldı Rio. Çox təhlükəli alanda bu. Hücum Rio Hori. Sevdiyi nöqtələr. Rio Hori'nin Məqsəd yaxınlaşır. Məqsədin zərbəsi Ricardo Fernandes. Komandasını qoldan xilas edir Portuqaliyalı qapıcı. Topu canlı səddin yanından vurdu Məqsəd İsayev. Düzdür, topun qapıya gedib getməməsi mübahisə oluna bilər, amma növbəti top itkisi Onanuqada. Arsen Ağcabəyov. Ağcabəyov topu cərimə meydançasına saxlayır. Geriyə çıxardı. Orucun zərbəsində top dirəkdən çıxır. Top tirə deyib meydanı tərk edir. Heyecanlandırdı Şamaxı azarkeşlərini Oruc Məmmədov. Top qapı tirinə deyib. Oruc Məmmədov solda Rüfət Abbasovu tapdı. Qapı qarşısına ötürmə. Kerim Rossi. Rossi və gol! Kerim Rossi! 2-0. Kerim Rossi. Birinci isə artırılan dəqiqədə fərqi 2'ye yüksəldir. Çempionatda 7-ci qoludur bu Kerim Rossi'nin. İlk hissənin son saniyələrində Kerim Rossi'nin qolu Şamaxı 2-0 öndədir. Kerim Rossi 45'e gəl birinci dəqiqədə fərqlənir və beləliklə ilk hissə yekunlaşır. Rossi'nin qolu
son yadda qalan hadisə olur ilk hissədə. İkinci hissə başladı. Komandalara uğurlar arzulayırıq. İnanırıq ki, en az ilk hissə qədər maraqlı görüş izləyəcəyik. Onanuga. Rəhman Hacıyev qarşısında boşluq var. Rəhman irəliyir. Rəhman cərimə meydançasına göndərdi topu. Başla zərbə və qapısı. %100 gol imkanını değerlendirə bilmir Kəpəz. Hücum davam edəcəkmi? Onanuga uzaqdan zərbə. Top Şamaxı futbolçularından qayıdır. Komandasını real gol imkanından xilas edir. Abdullah Rızayev. Dəyişəcək Msanga indi. Zərbə indirir Yusif İmanov. İti bucaqdan zərbə dəf etdi Yusif İmanov. Rəqibdən öncə davranır indi Msanga ilə hücumdadır Şamaxı. Msanga. Balao topu qəbul edir. Balao Yusif İmanov. Dönən topa zərbə indirə bilmir Kərim Rossi. Kərim Rossi zədələnir. Dubl etməyə yaxınlaşdı. Şamaxının forvardı. Kərim Rossi. Edgar'ın önünə attı topu. Edgar Adilxanov sürətlənir. Edgar zərbə indirməyə hazırlaşır. Edgar'ın zərbəsi Yusif İmanov. Yusif komandasını 3-cü golla xilas edir. En önemli qurtarışıdır bu Yusif'in. Rəhman. Aldadıcı hərəkətlər Rəhmandan. Qapı qarşısına. Rio və Ricardo. Ricardo Fernandes. Rio Hornin də qol vurmasına mane olur. Ricardo Fernandes. Bugün Şamaxının uğurlu oyunlarında, Şamaxı oyuncularının uğurlu oyunlarına onun da çıxışını qeyd etməliyik. Şamaxı hücumda Abdullah Şuaybu. Sanki oyundan kənar vəziyyət vardı. Şuaybu irəliyir. Şuaybu üz-üzə qaldı qapçı ilə. Şuaybu ötürməyə üstünlüyü verir. Tirkoviano qaytardı Şuaybu'ya. Şuaybu oyundan kənar vəziyyət, bayrağı qalxır indi. Fərid Nəbiyev topladı. Fəriddən ötürmə. Başının başla zərbəsi. Ohoho, yenə Ricardo Fernandes. Fernandes. Üçüncü önemli seyvi. Bugün Kəpəz fərqlənə bilməyibsə, qol vura bilməyibsə səbəbkar Ricardo Fernandes'dir. Müstəsna xidməti var komandanın qələbəsində, əgər qalib gələrsə Şamaxı. Şuaybu itirmədi topu. Abdullah Şuaybu və Cavid Cəlilov görüşü yekunlaşdıran fitini səsləndirir. Kəpəz 0, Şamaxı 2. Artıq sağollaşmaq vaxtıdır dəyərli tamaşaçılar. Görüşü sizin üçün Nurlan Valihoğlu şərh edirdi. Yayımın rejissoru Teyyub Məmmədov idi. Yayımda əməyə keçən herkese təşəkkürlər. İdman heyecanını CBC Sport'ta yaşayın. Gələn görüşlərə deyil.